Keçək suallara, sonra vaxtımız qalsa digər məsələlərə keçərik. Günel xanım Abdullayeva. Günel xanım, bu suallar buralıq deyil də. Bunlar hamısı təlimlikdir. Ona görə bu mövzulara girməyəcəyik. Arif Abbasov, Fələq və Nas surələrinin faydaları nələrdir? Bu surələri müntəzəm oxumaq insanı həsəd, nəzər, vəsvəsə, negativ enerjilər və digər şər təsirlərdən qorumaq üçün yetərlidirmi? Və sual vermişsiniz də və sizə belə bir informasiya gəlib ki, bunu belə eləyəndə belə olur. İndi mən sizə sual verirəm. Eləmisiniz, xeyrini görmüsünüz, faydasını görmüsünüz, mən eləməmişəm. Mən bu suala sizə cavab verməkdən ötürü gərək onu icra edeyim. Mən eləməmişəm. Mən Quranı, belə deyim, magiya üçün, nə bilim, prost sadəcə oxumaq üçün, avazla, ya nə bilim, nələr üçünsə oxumamışam. Mən onu başa düşmək üçün oxumuşam. Və biz Quranı, belə deyim, ayə yox, söz bə söz yox, hərif bə hərif araşdırmışıq. Yəni, orada onsuz da ilk növbədə bu sualın cavabı budur ki, yəni Quranla bağlı gələn, istənilən suala mən bir cavab verirəm. Kitab və Quran fərqini dərk edin. Bizim YouTube kanalımızda Quran elmi playlisti var da, yəni orada yetərli dərəcədə belə qısa videolar və uzun da var, ora məlumatlar vermişik. Yəni, ona deyirəm, təcrübə eləyin. Baxın, görün işləyir. Və işləyəndən sonra bir də öyrənin, görün bu niyə işlədi? Ona görə mi işlədi? Yoxsa siz niyyətinizdə tutmuşdunuz, oradan qorundunuz deyə işlədi? Yəni, götürün bir başqa bir şeir də oxuyun. Dərsə gedən bir uşaq şeirini oxuyun, yəni buz şeirini oxuyun. Bir də elə yoxlayın. Görün o şeir də sizi qoruyur, yoxsa qorumur. Məsələ oxuduğunuzdadır, yoxsa sizin özünüzdə formalaşdırdığınız niyyətdə və düşüncədədir. Hansı da önəmli. Və üstəlik də siz ərəbcə də bilmirsiniz yəqin ki, və düzgün tələffüz də eləyəmirsiniz ki, belə şeylərdə düzgün tələffüz önəmlidir. Və siz düzgün tələffüz eləmədiyiniz bir şeydən düzgün nəticəni necə alırsınız? Və o necə gəldi oxuyan da nəticə alırsa, bu necə baş verir? Bunlar hamısı sualdır. Və o surə filan şeylərdən qoruyuram deyə digər hansı ayələrdə belə ora göndəriş var ki, bu surəni oxu, sən qorunacaqsan. Yəni, ona görə də deyirəm ki, burada əsas məsələ niyyətdir. Sonra bir də ayət-ül kürsü deyirlər. Ki, mən də deyirəm ki, kaş bu qədər şeyə ona şey eləyənə necə deyim, dərk eləyəriz. Kaş ki, ümumiyyətlə ayət-ül kürsü nədir? Dünya görüşü önəmlidir. Dərk eləyin, tüm mənasını baxın, fərqinə baxın, görün nə necədir, kitab nədir, Quran nədir. Və sonra artıq o şeylərə gəlin çıxın. Yenə deyirəm, bəlkə də işləyir, yoxlamamışım, bilmirəm. Mən Qurandan belə şeylər üçün heç vaxt istifadə eləməmişim. Mən Quranı, yenə deyirəm, oxuyub dərk eləmək üçün, başa düşmək üçün əl almışam və oradan yola çıxmışam. Yəni, məsəl üçün, Qurandakı Zəlzələ surəsini ərəbcə oxuyun, bir dənə görün, necə effekt verir. Zəlzələ surəsini oxuyanda demirəm, zəlzələ olacaq. Sadəcə deyirəm, baxın, görün, ərəbcə oxuyanda zəlzələ sizə nəyi xatırladır? Nə olur? Yəni, çox sözlər orada Z hərfi iləndir. Yəni, məsəl üçün, ruku kəlməsi var. Tərcümələrdə də tərcümə olunmayıb. Yəni, ruku da saxlayıblar. Gedin, baxın, görün, ruku nə deməkdir?
Cəmi 9 ayədə keçir. Görün, ruku deyir, sonra məsəl üçün bir ayədə deyir ki, onlar ruku etməzlər. Ayrıca deyir də, elə orada nə səcdə var, nə qiyam var. Namaz kəlməsi də keçmir. Deyir, onlar ruku etməzlər. Onlara ruku edin deyiləndə ruku etməzlər. Ruku nəsə ayrıca bir ritualdır. Və sonra da aşağıda deyir, onlar nəyi etmirlər. Və siz onların nə etmədiyini ayırd eləyəndən sonra, başa düşəndən sonra, onun antonimi artıq ruku olacaq da. Yəni, bu şeylərə girmək lazımdır, uşaqlar. Yəni, siz elə belə üzdən oxudum, keçdim, ha, belə qatma qarışıq olmur. Bir şeyi həqiqətən bilmək istəyirsinizsə, girin, öyrənin, araşdırın, bilin. Yox, bilmək istəmirsinizsə, o, necə deyim, onunla bağlı oradan-buradan eşitdiklərinizdən, falan kəs belə dedi, o belə dedi, o iş deyil. Yəni, ondan sonra Qurana filana dəyməyin, dinə toxunmayın. Yəni, heyf eləməyin də o bilgiləri. Ya, məsəl üçün, təkamül haqqında da elədir. İstənilən bilgi haqqında ortalıqda dolaşan belə dedikodular var da. Və çoxluq da o dedikodu üzərində özü üçün bir dünya görüşü formalaşır, bilgi formalaşdırır. Yəni, məsəl üçün, reinkarnasiya ilə bağlı danışırıq, deyirlər ki, biz bir dəfə gəlirik. Mən də elə düşünürdüm əvvəllər, elə zənn eləyirdim. Amma sonra sual verdim, araşdırdım, ora baxdım, bura baxdım. Və bir müddətdən sonra bilavasitə şahid də oldum bəzi şeylərə ki, burada onu deyəmmərəm. Ondan sonra artıq gördüm ki, yox da, bu bir dəfə ilə alınmır. Düz gəlmir. Və üstəlik, Quranda belə şey yoxdur deyirlər. Sən Quranı hələ bir başa düşmürsən, ümumiyyətlə, Quran nədir? Ki, deyirsən, Quranda yoxdur. Tərcümələr Quran deyil. Bu %100'dür. Yəni, tərcümələr Quran deyil. Heç hərfi tərcümə də deyil. Tərcüməsinin şəxsi fikridir, şəxsi qənaətidir. Ona görə bir video demişəm ki, yəni, ərəblər də başa düşməyiblər. Çünki Quranın oxunma qaydası var. Quranın öz kodirovkaları var. O kodirovkaları bilmədən, o keçidləri bilmədən oxumaq mümkün deyil. Elə belə üzündən oxumaq olar, problem deyil. Amma mənasını başa düşmək mümkün deyil. Yəni, ona görə də Qurana belə hardasa oxunmaq üçün, nə bilim, filan şeydən qorunmaq üçün deyə kitab kimi baxmayın. Quranın tamı, bəli, insanı çox şeylərdən qoruyur. Quranın tamı. Onun dərkiyyatı, onun dünya görüşü. Amma belə, yenə deyirəm, yoxlamamışam. Yalandan deyim ki, ərəb dilini öyrənməyə ehtiyac yoxdur. Mən ərəb dili bilirəm, bəyən. Mən necə araşdırmışam, siz də elə araşdırın. Transkripsiyası var, kəlmə-kəlmə şeyi var, tərcüməsi var. Türklərin ümumiyyətlə belə saytları doludur. Ərəbcəsini belə deyim, kopya eləyib Google-a qoymaq olur. Və mən hətta bəzi kəlmələri A4 böyüklüyündə belə böyüdüb ərəbcəsinə belə baxırdım ki, görüm bu kəlməyə həqiqətən mi oxşuyur? Transkripsiyaya belə etibar eləmirdim. Yəni, bilmək istəyən biləcək. Öyrənmək istəyən öyrənəcək. Bax, yenə də Qurandan sual gəlir. Baxın, sizin iradlarınız tərcüməyədir. Və hərfi mənayadır. Hələ o yaxşıdır. Bir ayə var, deyir, əllərini və ayaqlarını çarpazvarı kəsin. Siz kəsin deyiləndə, əl deyiləndə, ayaq deyiləndə, orada nə məna daşıdığını tutmayınca, sizə o ayələr elə gələcək. Yəni, hər bir kitabın tamamı, yəni Quranın tamamı, onun birinci üzü zahiridir. Yəni, bütün, belə deyim də, istənilən məzhəbdən, istənilən İslam alimindən gedin soruşun. Deyəcək, Quranın zahiri də var, batini də var. Batinindən danışan görmədim.
Hamı zahirindən danışır. Zahiri mən də bilirəm də, hə. Hamı bilir. Bugünkü din o zahirlə hərəkət edir, zahiri qəbul edir. Necə yazılıb odur. Yəni, kör yazılıbsa kördür. Bir ayə var da deyir, bu dünyada kör olanlar ahirətdə də kördülər. Azmışdılar. Nə oldu? Bütün gözdən əlillər getdi cəhənnəmə. Sən oradakı körün mənasını tutmasan, başa düşməyəcəksən. Yəni, məsəl üçün, Yasin surəsində deyir ki, bu kitab dirilər üçün göndərilir. Yəni, hamı bilir də ki, kitab diri üçündür, ölü üçün kitab olar. Amma nə təsadüfdürsə, o Yasin surəsini ölülər üçün oxuyurlar. Diri deyəndə nə mənada tutulur? Kör deyəndə nə mənada tutulur? Məsələn, deyir, körün məsəl üçün sadə izahını verir də Quran özü. Gözləri var, görməzlər. Karın da mənası var. Qulaqları var, eşitməzlər. Yəni, həqiqəti, haqqı görməyəndən söhbət gedir. Belə kördən söhbət gedmir. Kvant sırayışı barəsində bu kvant sırayışı əslində 1986-cı ildən başlayıb. Bu haqda internetdə bilgilər var. Test keçmək üçün deyəndə ki, nəyə nəzərdə tutulur? Yəni, test keçmək üçün bilgi lazımdır, dünya görüşü lazımdır. İncə materiallı aləmlə işləməyin etika və mədəniyyəti lazımdır. Xüsusi təlim keçmək lazımdır. Yəni, kimisə özünün anadan gəlmə dünya görüşü yoxdursa və ya düşüncə tezliyi yoxdursa, oralarda gəzib dolaşa bilmirsə, əlbəttə ki, təlim lazımdır. Onsuz da qlobal olaraq hamımız bunun içindəyik. Yəni, bu günləri ona görə bu bilgilərin belə ümum dünyada, yəni bütün dünyada bu bilgilər yayılır. Bu şeylər haqqında məlumat verilir. Bu dəqiqə elə bir ölkə yoxdur ki, istər həyat koçluğu olsun, istər bu kimi şeylərlə bağlı bilgilər olsun, verilməz. Yəni, bu hər yerdə bilgilər verilir. Və 1986, 98, 2000, 2012 bu haqda Vahid müəllimin də yazısı var. Sürətlənməklə bağlı. Bizim saytımızı səhv eləmirəmsə yerləşdirmişik o məqaləni. Yəni, var bulanın hamısı. Yəni, o tezliyə uyğunlaşmaqla bağlı. Biz ona hazırlanırıq. Bəşəriyyət ona hazırlanır. Amma kimlər keçəcək, kimlər keçməyəcək, o sual altındadır. Yəni, kim o sürünün içində qalacaq, kim biraz qalxacaq, o artıq hər kəsin özünə qalıb. Yəni, belə bir şey yoxdur. Bu suallara sonra cavab verəcəm də uşaqlar. Bu sualları bitirək. Arzuların həyata keçməsi üçün nə etməliyik? Hansı dualar və əməllər tövsiyə olunur? Arzuların gerçəkləşməsi texnikası adlı bizim webinar olub. Orada yəni bütün o belə deyim də şeyləri toplamışam. Bilgiləri toplamışam, onu əldə eləməyi məsləhət görürəm. Çünki bunun belə bir kəlmə sual şeylə cavab vermək mümkün deyil. Və dua deyirsiniz, duanın belə mənasını bilmək lazımdır. Duanın əslində kök mənası dəvətdir. Yəni, sən bir şey dua eləyəndə onu çağırırsan, özünə çağırırsan. Və o çağırmağından ötürü də o sənə gəlsin deyə sənin resursların olmalıdır. Məsəl üçün deyirlər də, indi yayılıb şeylər. Yəni, kainata arzu elə, nə istəyirsən, hop gələcək. Elə şey yoxdur. Sən o istədiyin şeyi ödənişini kim eləyəcək? Hamamın pulunu kim verəcək? Ola bilsin ki, gəlsin. Amma sonra onun ödənişi tələb olunacaq. Ödəniş vaxtı gələndə artıq ödəməyə enerji lazımdır. Və o əldə etdiyin şeylərin hamısında sən hansısa bir formada istifadə eləməlisən. Faydalılıq olmalıdır. Deyə bilərsiniz ki, bəs filan kəslər. Siz olan o tərəfini görə bilmirsiniz də hələ ki, nələr olacaq, necə olacaq. Yəni, bir şey eləyəndə həmişə özünüzü mühakimə eləyin, özünüzə baxın. Digərlərinin işiniz yoxdur. Hərə bir cür səviyyədədir və hərə bir cür tapşırıqla gəlib.
Siz özünüzlə eyni olanla müqayisə edə bilərsiniz, əgər elə birini tapsaz. Tapşırıqlar çox fərqlidir. Bir ailədə bir neçə uşaq doğulur, hamısı fərqli-fərqli düşüncədə, düşüncə tezliyində və dünya görüşündə. Məktəbə də gedirlər, fərqli dərəcədə oxuyurlar. Amma eyni şəraitdə böyüyüblər. Eyni valideynlərin övladlarıdır. Yəni, məsələ budur. Sonra, daxili rahatlıq, qəlb sakitliyi və həqiqi xoşbəxtlik əldə etmək üçün nə etmək lazımdır? Yəni, bunun kökündə də dünya görüşü durur və bizim xoşbəxtlik formulu vebinarımız var. Əldə edib detallı şəkildə orada baxa bilərsiniz. Yəni, bilgiyə dayanır uşaqlar. Yəni, bayaq dediyim, qorxu, bilgisizlik, bərabərdir bilgisizlik. Yəni, qorxular ondan əmələ gəlir. Ona görə də hər şeyin kökündə bilgi dayanır, dünya görüşü dayanır. Sənin xoşbəxtliyin də, bədbəxtliyin də, sənin baxış bucağın dəyişir o məsələni. Mən lap uzun il bundan əvvəl demişdim ki, istənilən şəraitdə, istənilən hansı bir hadisə, hansı şərait siz götürün. Varlı, kasıb, nə bilim, xəstə və ya sağlam fərqi yoxdur. İnsanın xoşbəxt və ya bədbəxt olmasını təyin edən şeyi onun baxış bucağıdır, düşüncəsidir. Yəni, hər şeyi olub, hər cür şəraiti olub, hər cür imkanı olub, nə çox bədbəxt və tərsinə. Heç bir şeyi olmayan nə çox xoşbəxt. Yəni, xoşbəxtlik və bədbəxtlik malla, mülklə, onunla, bu ilə ölçülmür. Mənəvi bir şeydir çünki. O dünya görüşüdür. Və sən əgər düşünürsən ki, bu dayaz düşüncə ilə, dayaz dünya görüşü ilə sənin milyonun olsa xoşbəxt olacaqsan, yanılırsan. O, orada deyil. Xoşbəxtlik orada deyil. O 100%'dir. O birisi sual, deməli, halal ruzunu daha asan əldə etmək üçün və qazancın bərəkətli olması üçün nə tövsiyə olunur? Yaradıcılıq uşaqlar. İstənilən şey yaradıcılığa bağlıdır. Yəni, sadəcə harasa işə düzəlim, ofisdə oturum, səhərin otaqda filan şeylərlə yox, yaradıcılıq. Yəni, mən məsəl üçün də uzun illər fərqli sahələrdə işləmişəm. Amma o sahələrdə işləyə-işləyə mən xəyallarımı qurmuşam. Belə boş xəyallar yox. Yəni, hədəfli, məqsədli xəyallar. Ki, son iş yerimdə də artıq işləyəndə doğru yola doğru o vaxtdan başlayıb, yəni. Biz 2012-ci ildən bu yana biz bu doğru yola doğru da ancaq yazı şəklində, yəni bilim, qısa videolar şəklində bir şeylər paylaşırdıq da, yəni və arxasında mən də var idim. Və bir müddət keçəndən sonra mən artıq öz uşaqlarımızla danışanda deyirdim ki, biz gələcəkdə saytımızı da açacaq, belə çıxıb çıxışlar da eləyəcəyik, dərs də keçəcəyik və s. və axır. Ki, onlar da bu günləri özünü göstərir və halal şəkildə də qazanırıq. Hə, əvvəlki işlədiyim yerlərdən az qazanıram, bəli, az qazanıram. Amma bunun xoşbəxtliyi və o ruzusu, bərəkəti və o bayaq dediyimiz rahatlığı başqa bir şeydir. Və həm də geri dönüşləri ki, alırsan insanlardan və özünü faydalı hiss edirsən, yəni bu heç bir pulla, heç bir malla, mülklə ölçülmür. Ki, sən özündə bir hiss edirsən ki, mən kimlərəsə kömək ola bilirəm, bir nəfər də olsa. O bəs eləyir artıq. Onun xoşbəxtliyi, yəni bir ömrə yetərlidir. Hələ öz ətrafımdan danışmıram da, indi öz dostlarımdan, tanışlarımdan danışmıram. Tanımadığım heç adamlardan. Yəni, aldığım geri dönüşlər. Və əlbəttə ki, bu doğru yola doğru əməkdaşlarının özünə də o şeyi verir. O hissi verir, o xoşbəxtliyi verir. Ki, bilirlər ki, faydalıdırlar. Halbuki hərəsi fərqli sahələrdə çalışırlar. Amma belə deyim, niyyətləri, hədəfləri
Hamısı buradır. Sizin də hər birinizin bu xəyalları və sizin üçün əlçatmaz görsənən ki, mənim üçün əlçatmaz heç bir hədəf yoxdur. Mən istədiyim şeyə nail ola bilərəm. Tənbəlliyim ola bilsin ki, mənə qarşıma alsın. Başqa ağlıma bir şey gəlmir. Yeganə tənbəllik ola bilər ki, mən nəyisə əldə eləmək istəyim, ona getməyim. Və üstəlik də mənim bütün arzularım yerinə yetib. Nə istəmişəm, hamısı da olub. Heç bir qanun, heç bir qayda bilmədim. Sadəcə orada mən əsas əməl etdiyim, yəni qanunları biləndən sonra əlbəttə ki, əməl etdiyim bənd mənim o şeyə inamlı şəkildə getməyim olub. Xırda-xırda addımlarla, çox xırda addımlarla. Hətta olub ki, yerində sayaraq. Amma yerimdə dayananda belə mən dayanmamışam. Mən ayaqlarımı tərpətmişəm. O durduğum yeri bərkitmişəm ki, geri getməyim. Yerimdə də saysam, o ayağımın altı möhkəm olsun ki, digər addım atanda ora uçulmasın. Bax, doğru yola doğru da belə xırda-xırda, pillə-pillə qurulub. Birdən-birə hop deyə çıxmamışıq biz ortaya. Ki, belə yazırlar, bu da təzə çıxdı. Biz təzə çıxmamışıq, biz 2012-ci ildən varıq. Bizi tanıyanlar tanıyır. Ortada bir fasilə verdik. Amma sonra yenə də 2022 idi, səhv eləmirəmsə, başladıq bilgiləri paylaşmağa. Digər sual, deməli, insanın doğulduğu ölkədə yaşaması vacibdirmi? Başqa ölkəyə köçmək yaradanın təqdirinə zidd hesab oluna bilərmi? İstəyirsiniz kosmosa uçun. Yetər ki, ruhunuzun təzahür tapşırığını yerinə yetirəsiniz. Bayaq dedim də, nə qədər insan var ki, ölkə xaricində yaşayır. Məsəl üçün, Lütfizadə. Ümumbəşəri alimdir. O tam əksinə, burada qalsaydı bəlkə də o qədər tanınmazdı, o qədər faydalı olmazdı. Yəni, yoxdur elə bir qayda qanun və ölkə dedikdə bu sərhədləri insanlar çəkiblər. Yaradan üçün sərhəd deyilən şey yoxdur. Hətta Vahid Rızayevin yazısında yaradandan deyim var ki, xəttləri mən çəkməmişəm, siz çəkmişsiniz və xəttlər yox olacaq. Yəni, bu günləri, məsəl üçün, Şengen zonası var da, Avropa Birliyi var, özləri üçün bir belə tikanlı məftil çəkiblər, dünyadan özlərini təcrid ediblər. Sanki digərləri bunlardan aşağı səviyyəlidir, bunlar yüksəkdirlər. Amma Fransa millisinə baxırsan, orada fransız tapmağa çətinlik çəkirsən. Hamısı Afrikalıdır. Fransa artıq ərəbləşmiş və afrikalaşmış bir ölkəyə çevrilir və Avropada bu hesab elə olacaq. Sən nə edirsənsə təsir əks təsirə bərabərdir. Vaxtilə Afrikanı, nə bilim, digər ölkələri istila ediblər, müstəmləkə ediblər, belə deyim, quldarlıqla məşğul olublar və bu günləri o keçmiş qullar artıq gəlib orada bunların başına çıxır. Orada yerli cəmaət artıq azalır. Yəni, sən nə edirsənsə o sənə geri qayıdır. Yəni, yoxdur belə bir qayda. Bu yer kürəsi bizim vətənimizdir də, belə deyim, bu yer insanların vətənidir. Və bundan da biraz yuxarı qalxanda bu kainat özü bizim vətənimizdir. Yəni, bütün yaradılış, hər yer bizimdir. O ölkələr, sərhədlər filan, bunlar hamısı sərhədlər ümumiyyətlə və ayrılmalar hamısı insanların kütbeyinliyinin nəticəsidir. Yaradan üçün ölkə anlayışı yoxdur. Belə bir şey. Deyə bilərsiniz ki, o yadıma düşdü ki, Azərbaycan yaradanın nəzarətindədir. Yəni, onun kök mənası odur ki, hal-hazırdakı sivilizasiya Nuhdan gəlir, Nuh çıxandan gəlir.
və Azərbaycan ərazisi özü, yəni ümumiyyətlə zonalar var da yer kürəsində, ağlı, qaralı, necə ki qütblər var. Yerdə də həm işıqlı, həm energetik, həm qaranlıq bir zonalar var. Azərbaycan işıqlı yerdir. Yəni Azərbaycanın adı da Ağzərdir. Yəni Azərbaycan Ağzərbaycandır, Azərlərin yaşadığı məkandır. Bu başqa məsələdir, amma biz də parça-parça olmuşuq da, yəni Azərbaycan neçə yerə bölünüb baxın da. Azərbaycan nə boyda idi, nə boyda qalıb. Yəni o sərhədlər dediyim kimi, yəni insanlara məxsus şeydir və yaradan üçün sənin harda yaşamağın önəmi yoxdur. Əsas məsələ, belə deyim də, adam kimi yaşa, onun qaydalarına uyğun yaşa və salam. Şəbnəm xanım, bir paylaşımımızın şərhində 3 ömürdən o tərəfə icazə verilmir. Giriş bağlıdır yazmışdınız. Bunu anlamadım. Dünyaya gəlməmişdən öncəki o periodu reinkarnasiya nəzərdə tutursunuz. Yəni belə deyim də, ruha aid, ruh, can, bədən, bunlar fərqli-fərqli şeylərdir. Can həmin o, belə deyim, ana bətnində mayalanandan, bədənə, belə deyim, bədən formalaşandan və dünyasını dəyişəndən sonra bədəndən ayrılan bir energetik, informatik bir buluddur. Can sağlığı paketimizi əldə edərək sağlamlığınızı dava-dərmansız və ən qısa zamanda bərpa edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlama bölməsindən oxuyun. Yəni, ruhu təşkil eləyən, ruh canlardan təşkil olunur. Yəni, 1, 2, 3, 300 fərqi yoxdur. Sadəcə o 3 periodu görmək olur. Yəni, tam ki, erkin, hal-hazırdakı erkin 3-dür. Erkin 2 və erkin 1-i görmək olur. Oradan o tərəf bağlı olur, oranı görmək olur. Yəni, ruh kauzal müstəvidir. Yəni, var fiziki, astral, mental və kauzal. Bax, o kauzal müstəvidə o 3 canı görmək olur. Oradan o tərəfə artıq daha yuxarı müstəvidir və ora bağlı olur. Bağlı olsa belə, oralarla da işləyə bilirik, təcrübələrimiz var. Amma sadəcə belə baxış üçün bağlı olur. Amma belə deyim də, baxmağa ehtiyac yoxdur. Yəni, özünə bax da, bu dəqiqə sən kimsən, necəsən? Sən nəticəsən də artıq. Yəni, özünə bax, təyin elə ki, oradan bura necə gəlib çıxmısan. Və nələrsə xoşuna gəlmirsə, dəyişmək istəyirsənsə, tamam. Dəyiş, yönəl o tərəfə. Sənə bu imkanlar verilir. Sonra, yəni ümumiyyətlə bu yaddaşla bağlı sual verirlər ki, niyə keçmiş həyatımızı xatırlamırıq? Yəni imtahanda filanda da belədir də. Biz məktəb, məsəl üçün, mənim yadıma gəlir, ali məktəbə imtahan verəndə o hazırlaşmışdım ki, bunları verim. O imtahan üçün veririk. Biz imtahandan sonra demək olar ki, hər şey yadımızdan çıxır. Çünki biz o bilgiləri imtahan vermək üçün öyrənmişdik. Ki, bunu əzbərliyim, ya necəsə öyrənim, verim. Yəni, həyatda tətbiq eləmək üçün yox, istifadə eləmək üçün yox. Sadəcə imtahanda testləri yerinə yetirmək üçün öyrənmişdik. Onu verdin, qutardı və salam. Gedir yaddaşın arxivinə. Yəni, keçmiş həyatlarımız da bunun kimidir. Yəni, ehtiyac olsaydı biz onları xatırlayardıq. Ki, adamlar da var, xatırlayırlar. Yəni, belə şeylər olur. Fəxriyə xanım, Səfər Əliyeva. Erkin bəy, mən missiyamı, bu dünyaya nə üçün gəldiyimi, hansı işlə məşğul olmalıyamı, necə tapa bilərəm? Mən hazırda analıq məzuniyyətindəyəm və sentyabr ayından işə qayıtmalıyam, müəlliməyəm. Amma hiss edirəm ki, orada işləmək istəmirəm. Qayıtmaq istəmirəm o işə. Nə bilmirəm və bilmirəm nə edim. Bu hiss də mənə artıq nələrinsə fərqinə vardıqdan sonra aydınlanmağa doğru getdikcə gəlib. Mənə nə məsləhət görərsiniz? Birincisi, uşaqlar,
Hamı missiya danışır. Əsas missiya pozitiv yaşamaqdır. Ümumiyyətlə yaşamaq pozitiv olur da, yəni. Mövcud olmaqla yaşamaq fərqli şeylərdir. Sən əgər pozitiv deyilsənsə, yəni səndə ruh yüksəkliyi yoxdursa, sən yaşamırsan. Bu dəqiqdir. Sən sadəcə mövcud olursan. Düşünürsən ki, sən yaşayırsan. Yəni yaşamaq, o yaşıl, bax bunlar eyni köklü sözlərdir. Qırmızı, sarı, nə bilim, narıncı, bunlar yaşamaq deyil. Bunlar solmuş şəkildə mövcud olmaqdır. Yəni ilk növbədə həyatdan zövq almaq lazımdır. Deyəsiz, yenə gətirəsiz şərait və s. və laxır. Mən də aparacam, çıxardacam, yenə də baxış bucağına. Yox, bunlar üç bir-birinə bağlı bir şeylərdir. Yenə də bilgi, filan, hədəf, getmək. Çətinliklərin qabağında oturub belə zır-zır ağlamaq lazım deyil. Çətinliklərin qabağında belə misal məsələ həll edən bir uşaq kimi oturub, o kubik, rubiki belə fırlayıb məsələni həll eləmək lazımdır. Motivasiya deyir, bu həyatın qanunudur. Gedin, baxın da meşəyə, filana, bir çölə gözə baxın da. Bitkilərə baxın, asfaltdan necə deşib çıxırlar oradan. Ya da bitkidən misal çəkirəm də ki, yəni baxın oradan çıxa bilir. Üstündən asfalt çəkiblər, daş döşüblər. Oranı deşib çıxır. Heç kim də onlara su vermir. Biz isə otururuq, sanki əlimizi, qolumuzu bağlayıblar, zindana atıblar. Şəraitdən və s. və laxırdan şikayət edirik. Yəni, əsas missiya odur. Qaldı ki, bu tapşırıq və missiyanın digər məsələsi tərəfi, yəni bayaq dediyim kimi, ruhun təzahür tapşırıqlarını yerinə yetirmək lazımdır və ən qısa vaxtda ki, sən qalxasan, böyüyəsən. O his ki, sizə gəlib, o normaldır. O his ən son nöqtə ola bilər ki, məndə də o hisslər yaranıb, uzun illər işlədiyim bir yerlərdə. Amma mən o dəqiqə o hiss gələn kimi, bu boş şeydir, mən gedim o tərəfə yox. Mən uzun illər bayaq dedim, çox müxtəlif sahələrdə çalışmışam. Və həmişə də çalışdığım sahədə bir o tərəfə həm xəyalən, həm düşüncə olaraq körpü atmışam. Bu işi atmamışam. Ta ki, o birisi iş alınana qədər. Və elə addım gəlib buralara çıxmışam. İndi də mən olduğum bu mövqedən daha bir üst mövqeyə körpü atmışam. Amma mən ora körpü atmışam deyə bu işimi belə deyim, alçatmıram və yaxud da ki, necə deyim, siz deyən kimi də istəmirəm, özümdən düşmür bu iş. Yəni, mən daha bundan deyə bilərsiniz ki, daha yüksək nə iş ola bilər? Ola bilər yəni. Əslində bu, belə deyim, uzun illərdən sonra mənim gəldiyim ən yüksək məqamdır. Amma buradan da yuxarısı var. Söhbət bu sosial vəzifədən filandan getmir, mən ruhi vəzifələrdən danışıram. Yəni, sizin də ruhi vəzifəniz əlbəttə ki, daha üstü var. Amma siz çox gözəl bir və çox bəşəriyyət üçün faydalı bir işlə məşğulsunuz, müəllimliklə. Və o müəllimlik hansı dövrdə olursa olsun, həmişə çətin olur. Yəni, mənim tələbələrim də içində müəllimlər var, onlarda da bu hiss yaranır. Siz əgər həqiqətən də başqa bir sahədə özünüzü görürsünüzsə, xəyallarınız varsa, mənim məsləhətim paralel olaraq, həm müəllimliyinizi eləyin, həm də ora körpü atın, oranı başlayın qurmağa. Artıq siz tam hazır olanda, belə deyim də, siz heç özünüz işinizi, belə deyim, könüllü şəkildə dəyişməyəcəksiniz. Siz elə bir şərait yaradacaqlar ki, siz işdən çıxardacaqlar hətta. Siz hazır olanda. Amma hazır olmayınca siz o işə başlayarsınız, orada da belə xəyal qırıqlığı yaşayarsınız. Hazır olmaq lazımdır. Yəni, sadəcə belə həvəslə, emosional şəkildə nələrəsə getmək olmaz.
Addım-addım, xırda-xırda nələrsə hazırlama olur. Yox, əlinizdə konkret belə strategiya, proyekt, layihə, bütün belə struktur filan varsa, başlayın, qurun, başlayın, Allah xeyir versin. Amma yenə də mənim məsləhətim işi ilk mərhələdə paralel aparmaq. Ondan sonra yavaş-yavaş o şeylər yoluna düşəcək. Çünki burada ən vacib məsələ, necə deyim, təcrübədir, dünya görüşüdür. Siz o şeydə belə yetişməlisiniz ki, tam hazır olasınız digər sahəyə. Həm bu ruhi mənada vacibdir, həm də şəxsiyyət baxımından vacibdir. Belə, yəni mən özümün məsəl üçün keçmiş işlərimə geriyə çevrilib baxanda mən başa düşürəm ki, mən o mərhələləri niyə keçmişəm. Bizim bir videomuz da var, deyir, qılıncla bağlı. Deyir, qılıncı deyir, qılınc keçmişinə baxanda başa düşürdü ki, onu nəyə görə gah döyürdülər, gah oda salırdılar, gah suya salırdılar. İndiki vaxtına baxırdı ki, yəni itidir də bu artıq kəskin bir qılınca çevrilib. Yəni bizi də həyat həm işimizdə, həm ailəmizdə, həm nəslimizdə, həm cəmiyyətdə bax belə o qılınc kimi döyüb-döyüb itləyir. Amma o döyülməkdən bezməmək üçün, o sıxıntıdan, ruhdan düşməmək üçün bilgili olmaq lazımdır. Və o şeylərə dərs kimi baxmaq lazımdır. Oyun kimi baxmaq lazımdır. Ki sən buradan, aha, qabağıma bir dənə məsələ çıxıb, belə. Görün bunu necə həll eləyirəm. Yəni də bu motivasiya deyil. Bu təbiətin qanunudur. Gedin, baxın, bir qarışqanı oturun, müşahidə edin. Bir çöp düşür əlindən, qaldırır oradan, təzdən düşür, təzdən götürür, təzdən düşür, təzdən götürür. Onlar hamısı bizə nümunədir. O onu oradan götürüb aparmayınca əl çəkmir. Gülnar Əlimərdanova. Gülnar xanım deməli, sual yox, yazıb Quran, ruh, ayələr, sistem, axirət, şuuraltı, reinkarnasiya. Bizim uşaqlar e-maillə yazdılar ki, sualınızı konkretləşdirin, amma cavab gəlmədi. Yəni, bunların, bu elə bir ki, təlimin strukturudur da, yəni. Bu, mən başlasam danışmağa ki, Qurandan da danışmışam, ruhdan da, ayələrdən danışdım, sistemdən danışdım, elə axirətdən də, şuuraltı infosomatikadan danışdım, reinkarnasiyadan da danışdım. İndi yenə də danışacağım. Yəni, bu, hərəsi, belə deyim, bu şeyə hərəsinə bir vaxt ayırsaq, ömrümüzün sonuna kimi, yəni, çatmaz da bunu danışmaq. Yəni, sual verəndə həmişə çalışın konkret sual verin. Pərvin Nəbiyev, əsas maraqlandığım mövzu reinkarnasiya mövzusudur. Bayaq dediyim kimi də, yəni, burada çəkeyim. Baxın. Burada. Bu da zaman xətti. Bu bizim bir canımızdır, bax bu. Buraya yazıram. Can 1. Can 2, bu da can 3. Əslində tərsinə yazmalıydım, nəsə. Yəni, bir hal-hazırda buradayıq. Bu bir də ilbizə də oxşuyur. Yəni, bu, razılaşaq ki, bir formal obrazıdır. Yəni, ruhun formal obrazı. Yəni, başa düşəsiz deyə. Biz burada həm ölüb, həm də dirilə bilirik. Belə deyim, yer məkanında hansısa bir zaman keçir. Yəqin ki, bilirsiniz, müstəvilər arası zaman fərqlidir.
Və buradan biz nə toplamışıqsa, hamısını bir də buradan bir işıq kimi bizim həyatımıza yansıyır. Yəni karmik olaraq biz o keçmiş plastinkalar var idi, yəqin görmüşsünüz. İndi də kompüterlərdə filanda, yəni hard disk var da. Yəni biz özümüzün keçmiş həyatımızın bax belə üstündən elə bir ki, sızıq kimi oxuya-oxuya keçirik hamısını bir-bir. Nələr qalıbsa hamısını burada bir-bir məsələləri həll edirik. Üstəlik bir də yeni tapşırıqlar və s. və axır gəlir. Yəni bu ruh, ana ruh da belə deyək. Bax belə əl kimi baxın da məsələyə. Yəni bir var ana ruh, bu barmaqlar hərəsi bir candır. Və üstəlik hərəsi bir bədən və hərəsi bir şəxsiyyətdir. Amma bunların cəmi bu əli təşkil edir. Yəni bu ruhu təşkil edir. Yəni kauzal müstəvi buradır. Yəni səbəb-nəticə müstəvisi. Yəni siz hamınız, biz hamımız bax bunları bir-bir yaşamışıq. Dünyamızı dəyişmişik, bir də təkrar, bir də təkrar. Və gəlmişik hal-hazırdakı bir formalaşmış bir şəxsiyyət olmuşuq da belə deyək, bir insanıq. Və indikilərin məsələləri həll edib bir önə körpü atmalıyıq. Və burada əsas məsələ dediyim kimi təcrübəni doğru keçməkdir. O məsəl üçün tale deyirlər də, tale qismən var ki, yəni sən A nöqtəsindən B nöqtəsinə gedəcəksin. Mən məsəl üçün uzun il bundan əvvəl demişdim də, biz zamanı, məkanı və ailəni seçmirik, yəni doğulacağımız ailəni. Ondan sonra deyirik ki, iradə azadlığı var. Yəni, sən artıq elə bir şəraitə düşmüsən ki, oradan o tərəfə mənə görə iradə azadlığı çox cüzi bir şey rol oynayır. Sən ailəni dəyişənmərsən, zamanı və məkanı da dəyişənmərsən, sən artıq gəlmirsən. Yəni, bir dənə paraşutla səni atıblar ora, vəssalam. Və çıxış edirsən ki, iradə azadlığı. Ha, iradə azadlığı var və müqəddəsdir, amma ən kök məsələləri belə baxanda deyirsən ki, mən heç nə seçməmişəm. Mən artıq hazır seçilmiş bir şəraitə düşmüşəm və buradan o tərəfə davam eləməliyəm. Amma bu məsələləri artıq biraz yüksəkdən baxanda ki, sən artıq başa düşürsən ki, hə, bu mənim start nöqtəmdir. Mən buradan öz yolumu çizməliyəm və ya öz yolumu tapmalıyam. Ondan sonra yavaş-yavaş başlayırsan o şeyləri keçməyə. Yəni, bir dəfə gəlmək olsaydı dünyaya, hər kəs bir dəfə gəlmiş olsaydı, ən azından inkubator kimi hamımızın savadı, bilgisi, nə bilim, istedadı və s. və hamısı birəbir eyni olmalıydı. Və hamımız birəbir eyni bir tale yaşamalıydıq, eyni şəraitdə doğulmalıydıq. Hamıda belə o, dediyim kimi, inkubator kimi hər şeydə bir copy-pastlıq olmalıydı, eynilik olmalıydı. Biz eyni deyilik. Eyni ola da bilmərik. Çünki bizim ruhlarımız fərqlidir. Bizim ruhumuzun təzahür tapşırıqları fərqlidir. Ona görə mən deyirəm ki, heç kimlə özünüzü müqayisə eləməyin. Sən qartalsan, özünü toyuqla, sən toyuqsan, özünü qartalla müqayisə eləmə. Hərənin öz komfortu, öz çətinliyi var. Qartal üçün hində yaşamaq çətindir, toyuq üçün də dağda yaşamaq çətindir. Hərə öz təbiətini dərk eləməlidir, başa düşməlidir, ona uyğun da yaşamalıdır və onu küçümsəməli deyil. Yəni, ilan belə olsa ki, bunun təbiəti ilandır, ilanlığı ilə fəxr eləməlidir. Ki, ilan bəli, zəhəri var, çalır, amma ondan dərman da düzəlir. Şəfası da var. Yəni, məsələlərə bu cür baxmaq lazımdır. İnsan özünü olduğu kimi qəbul eləməlidir, ilk növbədə özünü. Özünü sevməlidir həm də. Bütün əyri əskiylikləri ilə. Nəsə xoşuna gəlmirsə düzəltsin.
Başqalarına görə yox. Özünün inkişafı üçün. Özünün həmin bu e, məsələ üçün. Bu məsələ üçün. Ki, sabah yenə şikayət eləməsin ki, mən niyə belə oldum? Mənim günahım nə idi? Düşün ki, heç əvvəlki həyatların yox. Reinkarnasiya filan da yoxdur, elə birinci dəfə gəlmirsən və sənin startın budur. Sənə bəxtivə, əl batmısan, sənə bəxtivə bu cür şərait düşüb. Lotereyadır. Yəni, o imtahanda necədir? Gedirsən, əvvəlki imtahanlar elə idi, biletin nömrəsini çəkirdin belə, baxırdın nə sualdır, ona cavab verirdin. Orada tələbələr və ya şagirdlər dava eləmirdilər ki, filan kəsə asan sual düşdü, mənə çətin. Sən bütün hamısını bilməlisən ki, sən orada mübahisə eləməyəsən. Çətinliyi və asanlıqla bağlı. Sənin həyatına bu düşüb. Məsələni həll elə. Həyata məsələni oyun rejimində həll etmək prizmasından baxmaq lazımdır. Ki, xoşbəxtlik də oradadır, uğur da oradadır, sağlamlıq da oradadır. Hamısı oradadır. Bunlar hamısı, yenə deyirəm, dünya görüşündən formalaşır. Vərdişlə formalaşır. Başqa cür olmur. Yəni, düşünə bilərsiniz, elə düşünürsünüz ki, bu şeylərdən danışanların heç bir çətinliyi yoxdur. Elə bunlar üçün hər şey belə oyun oyuncaqdır. Xeyr, bizim də çətinliklərimiz var. Bizim də sıxıntılarımız var. Bizim də danışdığımız şeylərin tamı-tamına oturmayan yerləri var. Amma yenə də o şeydən, necə deyim, yenə də ruhdan düşmürük. Bilirik ki, hələ bu günləri əsəbləşdim, bu günləri üzüldüm. Amma uzun o belə zaman çərçivəsində o hallar çox az yaşanır. Vəssalam. Yəni, gün ərzində bölsəz, 24 saatımızı bölsək, o 24 saatın uzun müddəti, bax, belə işin içində belə qaynayıb, qarışan, gülüb, danışan, onu elə eləyək, bunu belə eləyək, gələcəyə doğru layihələr və fikirlər, strategiyalar quran bir həyat tərzi. Yəni, hardan vaxtı biraz kəsim, bunu da eləyim, onu da eləyim düşüncəsi ilə yaşayan. Belə də o uşaq oları aparırsan yatızdırmağa, ağlayır ki, yatmaq istəmirəm, yatmaq istəmirəm. Nə bilim, yemək istəmirəm. Bax, o uşaq tipi. Yeməyi belə yeyirsən, yatanda deyirsən ki, səhər tez açılsaydı, filan işləri də görərdik. Yəni, faydalı bir həyat tərzi. Bu, istənilən sahəyə aid ola bilər. İllah da sosial, indi bu cür vəziyyət alınıb da ki, sosial şəbəkələr var, bizim işimiz rahatlayıb, bu şeyləri belə çatdıra bilirik. Yəni, mənim müəllimlərim və bu yolu keçənlər geyirlər hardasa, yer tuturdular, tələbələr gəlirdi ora. Bunlar evlərindən, nə bilim, biri 15 kilometr, biri 20 kilometr yol gedirdi, dərs keçirdi, oradan qaydırdı. Və s. və l-axır. İndi oturursan burada, dünyanın bütün yerinə dərs keçə bilirsən. Nə qədər rahatlıq, nə qədər gözəl. Buradan göndərsən, kitabı gedir Amerikaya. İstər elektron variantda olsun, istər nəşr olunmuş variantda, fərqi yoxdur. Heç yerə getmirsən də. Yəni, sözümün canı odur ki, bu dəqiqə həyat həqiqətən də daha asandır. Və bu asanlığın içində kimlərsə nəsə ortalığa qoya bilmirsə, yəni artıq günah onun özündədir. Yəni, internetdə girib hektarla torpaq almağa, traktor almağa, nə bilim, maşın almağa ehtiyac yoxdur da. Bir çox şey hava idi, pulsuzdur. Maya dəyəri sıfıra bərabərdir. Sadəcə öyrənib, tətbiq eləyib, iş çıxartmaq lazımdır ortalığa. Və bu dəqiqə demək olar ki, bir çox şeylərin təlimləri YouTube-da var. Ödənişsiz halda istəyən, yəni tapıb oxuyub öyrənə bilər.
və istədiyi arzuya da gedib çata bilər. Yetər ki, orada getsin, yönəlsin. Birdən-biri olmayacaq, əlbəttə ki, birdən-biri olmayacaq. Məsəl üçün, biz özümüz də gözləmirdik ki, belə qısa zaman çərçivəsində bu qədər məşhur olaq. Mən şəxsən gözləmirdim. Mənim hələ uşaqların içində ən belə optimist insan mənəm. Ki, mən həmişə belə çox şeyi şişirdilmiş şəkildə, yaxşı mənada şişirdilmiş şəkildə baxmışam ki, şeydir, yaxşı olacaq, super olacaq, dəhşət olacaq. Yəni, həmişə hər şeyi belə optimist şəkildə şişirtmiş adamam. Amma mənim belə o şişirtmələrimin yanında belə bu gözləntilərimi aşdı, yəni. Bütün xəyallarımı aşdı, keçdi, yəni. Mən bu dərəcədə gözləmirdim. Cəmi 2-3 ayın ərzində mənim videolarımız çıxdı, 2-3 ayın ərzində məşhurlaşdıq. Məsələ ilkin şəxsiyyətindən getmir, məsələ bilgidən gedir. Yəni, informasiyanın dolğunluğundan gedir. Və biraz da bəzi şeylərə tərs çıxmağından gedir. Yəni, informasiya gözəl bir şeydir. Və sən onu doğru niyyətlə, doğru şəkildə təqdim eləyəndə bu şeylər baş verir. Yəni, sənin arxanda artıq təbiət dayanır, səni aparırlar. Yenə deyirəm, kainatda əsas məsələ əməl deyil, niyyət. Niyyətiniz həmişə yaradıcılıq olmalıdır. Mən tələbələrimə də deyirəm də, yəni pula köklənməyin. İşə, layihəyə köklənin. O pul onsuz da gətirəcək əvvəl-axır. Əsas məsələ o şeyi qurun, strategiyanızı qurun. Bilin ki, nə istəyirsiniz siz. Pul qazanmaq üçün gedib hansısa işə düzəlib, səhər saat 9-dan 6-ya kimi oturmaq olar orada. Amma o iş deyil. O müvəqqəti şeydir. Bu da belə. Könül Nəbiyeva, Qurani Kərim necə yaranıb? Bu sualın cavabı maraqlıdır. Vəhlə. Yəni, istənilən şeir olsun, yazı olsun, poem olsun, o birisi olsun, bu birisi olsun. Yəni, o tutarlı da belə adama ruhunu oxşayan, belə deyək, şeylər, hamısı vəhləndir. Yəni, o informasiya tezliyinə qoşula bilən insanlar və yaxud da ki, o səmavi kitabı qəbul eləyəcək göndərilənlər, peyğəmbərlər vəhlən alırlar. Yəni, orada bir belə mistik heç nə yoxdur. Və hər bir insan vəh alır. O bizdə söz var ya, ürəyimə damdı. Yəni, intuisiya, intuitiv fikir, hiss eləmək nə isə. Onlar hamısı sadəcə insanların tezlikləri fərqlidir, düşüncə tezlikləri fərqlidir. Yəni, telepatiya var. Yəni, bunu da elm də rədd eləmir də, telepatiya var. Məsafədən heç bir telefonsuz, filansız danışmaq olur. Bunu biz uşaqlarla öz aramızda, belə deyim, təcrübə eləmişik. Yəni, mən buradan durmuşam, kiməsə fikir göndərmişəm və o fikri tutub. Düzdür, tamı-tamına cümlə sözbəsöz olmasa da, amma bir rəngi uyğun gəlib, ya nəsə forması uyğun gəlib. Ya bir də görürsən, eyni vaxtda insanlar eyni bir fikrə gəlirlər, nəsə söz deyəndə deyirlər ki, məsəl üçün, sən məndən çox yaşayacaqsan, mən də onu demək istəyirdim. Yəni, eyni sözü, eyni vaxtda iki adam necə deyir? Çünki birindən o birisinə artıq informasiya getdi, o da onun. Yəni, biri belə deyir, qəbul elədi, o birisi də avtomatik o fikri tutdu, o fikir orada var idi, informasiya orada var idi. Yəni, bunların hamısının fizikası var. Yəni, məsəl üçün, Mendeleyev cədvəli, müxtəlif ixtiralar və kəşflər. Hamısı. Mən Lütfizadədən bayaq danışdım da. Yəni, məsəl üçün, o öz bilgilərinə patent qoymayıb. Və o vaxt Vahid məndə deyildi ki, o bilirdi nəyə görə patent qoymayıb. Ona gəlib, o şeylərə də patent qoymayıb.